Qadın voleybolçuların yüksək liqasında play-off mərhələsi başlayıb. Yarın finalda ilk olaraq Abşeron və Gəncə komandaları üst-üzə gəlib. Oyuna fəal başlayan Gəncə voleybolçuları ilk setdə 25-23 hesabı ilə üstün olublar. Lakin Abşeron mübarizədə dönüş yaradıb. Əvvəldə 25-18 hesablı qələbə sayəsində setlərdə bərabərlik yaradan meydan sahibləri ardıcıl iki hissəni də xeyirlərinə başa vurublar. 25-13 və 25-18. Oyun çox gərgin keçdi, stresli keçdi. Onun üçün play-off'un birinci oyunudur. Və bugün bura gələn bütün azarkeşlərə təşəkkür edirəm. Gənc voleybolçular da vardı burada. Həmisi gəlmişlər, bizi dəstəkləyən bütün hər kəsə təşəkkür edirəm. Playoff'ların ilk maçına başladık. İlk maçlar her zaman stresli ve zor olur. Bu maçı kazanmayı başardık. Bugün çox yaxşı oyun göstərdik Gəncə komandasına qarşı. İnşallah digər oyunda da daha yaxşı nəticə göstərib final mərhələsinə çıxmağı düşünür. Mərhələnin ən gərgin oyunu Milli Aviasiya Akademiyası və Azərreyl arasında olub. İlk setdə Azərreylin asan qələbəsi qeydə alınıb 25-12. Növbəti hissədə mübarizə 31-ci xala kimi davam edib. Milli Aviasiya Akademiyası setlərin hesabında bərabərlik təmin edib. Üçüncü hissədə yenidən Azərreyl önə keçib 25-21. Lakin Milli Aviasiya Akademiyası voleybolçuları növbəti seti 25-19 hesabı ilə xeyirlərini tamamlayaraq mübarizənin taleyini tie-breakə daşıyıb. Burada isə Azərreyl istəyinə nail olub 16-14. Yarın finalda ikinci oyunlar aprelin 17-sində keçiriləcək. Reglamentə əsasən bu mərhələdə 2 qələbə qazanan komanda finala yüksələcək.